Valla video turan maşındır. Nə qoyursan yaraşır. Gör nə qədər aksesuarlar gətirmişik. Bir dənə bu çox demək, ciddi abisovkadır. Qoyursan, istəyirsən qara qoy, istəyirsən xrom qoy. Qəşəng yaraşır. Ondan sonra bax bu qara parlaq yarasa güzgülərini qoyursan. Bunu qoydunsa, gələ javralarını qoyasan, bir-birlərini tamamlasın. Arxa hissəsinə də işıqlı atrajatelləri qoyursan, led ya. Maşın görünüşü tamamilə dəyişir. Və spoilerlər də göstər zəhmət olmasa. Spoilerlərdə baxın, nazik. Bagajın üzəridir, nazik. Bagajı qoydunsa mütləq rufu da qoymalısan ki, Patpres tək üzəri. qalmasın. Bəli, bir də arxa hündür pesin. Sən narahat edirsə, işığı xoşuna gəlmirsə, bax belə led black belə dumanlarını qoyursan, həm görünüşün dəyişir, həm də yolun. 2011-dən 13-ə kimi də var, 13-dən 14-ə kimi də var. Qardaş, mən maşını spor dəyişmək istəyirəm. Bax bu buferlər vasitəsilə bunu eləyə bilərsən. Tuning buferlərdir. Zavod məhsulu da əldə düzəlmə deyil. Maşının görünüşünü 90 yox, 100% dəyişir. 100%. Öndür, arxadır, yanlarını da göstər müştərilərimizə. Yanlarını görsün, yanaqlarını qoyandan sonra bir dənə də bax bu aşağı body kitin qoyursan, qabaq bufer var. Bu üç qulaqlardan yox, universallardan yox. Zavod özününki. Maşının görünüşü olur gül kimi.